Hamımız yeni Rusiya İmperiya Varnamentdə Rusiya İmperiyası serimizin 3-cü bölümünə xoş gəlmişsiniz. Dünən video atanmadım çünki dünən rayondan şəhərə gəlirdik. Buna görə biraz məşğul idik. Yəni şəhərdəyəm və dayı oğlum da yanımda deyildi. Artıq tək başıma eləyəcəm. Yəni tək başıma çəkəcəm. Nəysə. Çox da problem olmaz ümid edirəm sizin üçün. Nəysə. Ən son Avstriya Macarıstanla savaş eləmişdik və sonra barış eləmişdik və müttəfiqlik elan eləmişdik. Və buralarda nə baş verir? Deməli. Okey. Rumiya kimdən müttəfiq elə? Oyuna girən kimi elə Rumiya bir nə kəssəm yaxşı olardı. Kimlər var? Yaptırımlar, Britaniya var. Nə budur adamda yaptırım eləyib? Nə bastım mən? Nəysə. Deməli, müttəfiqliyi Yunanistanla var, Serbiya ilə var, Fransa ilə var və o kimdə o da? Avstriya ilə var. Okey. Sadəcə Yunanistan başımıza dərd ola bilər. Onunla da niyə saldırmazlıq paktı imzalasaq? Okeydir. Serbiya savaşa gelmez, Avusturya'da gelmez. Beş min bəs eləyər buradan, yəni 5000 bassaq. Buradan da bir 4000 bassaq bəsdir. Deməli. Buralardan 4000'lik ordular bastıq. Buradan da 4000. Okey, indi gözləyək ordularımız yığılsın. Bir-iki dənə tur keçək. Avstriya Macarıstanla da barışımızın vaxtı qutarır onsuz da. Savaşa kimisə çağıracağımı düşünmürəm. Ən uzağı Yunanistanın savaşa qatılması nəticəsində bəlkə Serbiyanı zaten çağırdım. Amma yəni, çox da düşünmürəm də belə. Belə deyim ki, çox düşünmürəm. Ruminiyə tezcə hücum edib ala bilərəm. Bolqarıstanla sərhəddim olsun deyə. Bolqarıstan torpaqlarıma keçişim olsun deyə. Koridoru açaq da belə deyək. Ruminiya koridoru kimi bir şey. Yeni texnologiya, okey. Altın madeni qoyaq. Bu nədir? Arabalara baxaq. Olar. Bunu qoyum mənə yaxşısı. Ordularımız da düzəlir. Hələ düzəlir, gözləyək. Turun keçməsini gözləyirik. Gözləyirik hələ də.
Bu oyunda test tur keçsəydi, hani keçdi. Hani hemen onun sərhəddində gözdə ona biraz pul göndərim. Niye mən onun sərhəddinə ordu qoydum ki? Yox. Nəysə. İndidən savaş elan eləyim görürsən. Hələ indidən savaş elan eləyəcəksin. Ya da yox gözdə. Bura çıxardı o vaxta kimi digər ordularda olsun. Gözləyək tur atılasın. Sonra Görək məndən torpaq zalanıyıb. Yox əşi, nə alacaq? Nəyə çatır ki, məndən nəsə alsın? Deməli, Rumiyə savaş elan edirik, dostlar. Mən ondan daha çox adam çağıra bilirəm. Və bəli, bu tərəfə də əsgər göndərir. Problem olarsa deyə bu qədər əsgər də ora göndərək. Bəli. Serinin başından da fəth eləmək istədiyimiz Ruminiyanı fəth eləyirik, dostlar. Uzun müddətdir bu anı gözləyirdim. Nihayət ki, Ruminiyanı fəth eləyib Bulqaristandakı torpağımızla aramızı birləşdirəcəyik. Zəngəzur və Qarabağla Naxçıvanı birləşdiririk. İroni olsun deyə dedim. Zarafat idi. Turda atlayır. Güman ki, çox torpağını almış olacaq. Azıca torpağı qalır. Çox bitki zat versəm, medal zat verəcəm əsgərlərə. Mən xalqımın xoşbəxt olmamasını istəmirəm.
Hadi tez. Hə. Əgər burada problem çıxsa deyə buradan Dobruja cəbhəsindən nəsə çıxılı problemlərimiz çıxır. 2000 əskər daha qoyum mən. Nə olar, nə olmaz. Bilməm, nə baş verəcək. Birdən orada uğursuzda da olsa orada 2000'lik tezcə əskər də olacaq. Ondan həll eləyərik. Və bəli, güman ki, indi hardasa bütün torpaqlarını almış olacaq. Hardasa bir dənə torpağı qalacaq. Onu da ki, dənizdən keçib alacaq. Yavaş tur atlayır və Etiyopya ilə də Britaniya savaşı güman ki, xəbər gəldi. Yeni xəbər. Güman ki, Rumiyanın paytaxtının düşdüyü xəbərdir. Çünki orada hardasa heç bir əskər yox idi, hardasa yox idi deyəcək qədər almaq üçün bizim şəhərimizdə artıq. Dobruja cəbhəsində sonuncu Rumiya torpağını alırıq. 1440 nəfərlik əskərlə Dobruja Cənubi Dobrujaya göndərdik ordumuzu. Cənubi Dobruja yox, daha doğrusu Şimali Dobrujaya göndərdik ordumuzu. Artıq Rumiya bitdi və Rumiya uzun müddətdir hamının gözlədiyi Rumiya fəthi tamamlandı. Çox adam fəthin gəlməsini istəyirdi və mən də onlara istədiyini verdim. Gördüyümüz kimi artıq burada Rumiya deyə bir dövlət yoxdur. İndi ordumuzu tezcə tərhis eləyək. Xalqımızın daha çox orduda qalmasını istəmirəm. Tezcə göndərək evlərinə. Onsuz da hoşnutsuzluq sıfırdır. Bəlkə malları biraz artıram. Bilimi də artıram. Biraz artsın, çox yox. Saldırganlığımız da 10'dur. Çox azdır. Şimdi birdən-birə gəldik. Biraz çoxaldıq deyə saldırganlığımız tıqqılı çoxaldı. Olsun. Onsuz da ordumuzun hamısını tərhis eləyəcəyik. Bu ordu da geçsin. Onu da əridək. Və bəli, yeni xəritəmiz bu hala düşdü. Balkan Slavyanlarını birləşdirmək üçün hər an hazırıq və bəlkə görək neçə dəqiqə qalıb. Hələ var. Bəlkə elə seyrini in. Seyri yox, bu. Hindistana nə oldu? Elə bil rəngi dəyişdi. Nə boş verdi? Yox, heç nə olmuyor. Nə bilim, uşaqlar elə bir rəngi dəyişdi, mənə elə gəldi, yoxsa bilmirəm. Nəysə, çıx, taxmayaq kafamızı, tişlər demiş, takmayalım kafamıza. Şimdi görək Rumiya torpaqlarından dəyərli bir şeylər çıxırmı? Yox, elə də dəyərli bir şeylər çıxmır əslində. Dəmirdən zaddan çıxır görəsən. Hə, çıxır. Bura bir dənə dəmir fabrikası inşa eləyək. Dəmirimiz çoxalmalıdır. Yorumlarda da belirtirdilər. Dəmiri çoxaltıq.
Əlimdəydi. Universitet. Hə, dəmir elə fabrikası var imiş, yaxşıdır. Neft çıxır görəsən buralardan. Ümid edirəm ki, neft çıxır. Ki, yox, elə hər yerdən yox çıxırmış. Bir dənə yerdən çıxır. Burada ki, universiteti söküm mən. Neft bilməsin. Neft lazımdır bizə, neft lazımdır. Lazımlı şeydir neft. Universiteti yıxdım deyə, onun xətrinə bir dənə burada universitet dikək. Bizim texnologiyamız da çox güclü olmalıdır, yəni belə bir dövlətin. Ona görə Bakıda bir dənə universiteti inşa edək. Bakıda bir dənə universiteti inşa edək. Buna bir dənə universitet. Tiflisə bir dənə universitet. Yerevana da ki nə inşa edeyim mən? Bu nədir? Ermənistana nəsə Ermənistan heç nə inşa eləməsəydi olar. Xəzər dənizində donanma yaratmaq məqsədi ilə makina fabrikası nədir la? Yox, makina fabrikası yox. Tərsanə. Hala əlimdəydi, çaşdım. Əlimdəydi, bağışla. Əlimdəydi, çaşdım, tur atladım. Tərsanə inşa eləyəcəydim. Bakıya bir də Sukumya zada bir dənə liman inşa eləsəm, dəniz gücümü artdırsam yaxşı olacaq. Dənizdən də bəlkə İrana zat hücum eləmək olar. İkincini inşa eləyək. Onun da pulumuz çoxdur. Bir dənə Abxaziya torpaqlarına, yəni Sukumya. Yox. Şeyimiz azaldı. Bakıdan gedərik biz də Xəzər dənizinə. Nəysə, buralarda da yaxşı texnologiya var imiş. Yunanistandan bu torpağı ala bilsəm yaxşı olardı. Ticarətlə görüm almaq olurdu. Tamam, bunu da verdik deməli. Niyə? Qəbul eləməsən, istəyən var. İstəyən sonunda deyil, istəyən var. Biz də qəribə yiyəm. Nəysə, Slavyanları yenə birləşdirdik. Bir dənə dövlət daha fəth elədik bu oyunda. Yəni, sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Bay bay.